Selamünaleyküm değerli şagirdlərim. Bugün də baxacağıq. Yeni güvən 9-cu sınıf 2025 buraxılır. Bərabərsizliklərin ardına. Biz keçən dərs baxdıq intervallara, yəni bu kiçik mövzunu, yəni bu kiçik hissəni deyim sizə. Geniş izah verdik. İndi isə bugün baxacağıq intervalların birləşməsi, kəsişməsi, və də bərabərsizliklərin əsas xassəsi və onlar üzərində əməllər. Və əgər videomuz çox uzun olmasa da bir dəyişənli xətti bərabərsizliklər sistemi və heyətinə toxunmaq istəyirəm kvadrat bərabərsizliklərə qədər. Başlayaq. Bismillah. Deməli biz intervallar haqqında danışdıq. Intervalları artıq bir də üstdən keçməyəcəm. Keçək intervalların birləşməsi, kəsişməsi. Burada əsasən bizim misallar üzərində verilə bilər. Ki, məsələn, bu misal nümunələrini verib, əlavə nümunələrdə mən sizə bunları izah eləyəndən sonra verəcəm, izah eləyəcəm. Aydın olacaq ki, intervalların birləşməsi, kəsişməsi deyəndə nə başa düşürük? Birinci kitabda verilən nümunələrə baxaq. Nümunədə deyir ki, mənfi sonsuzluqdan 3-ə qədər və mənfi 5-dən müsbət sonsuzluğa qədər intervallarına baxaq. Bunların birləşməsi və kəsişməsini qeyd edilib. İlk olaraq mənfi sonsuzluqdan 3-ə qədər. Baxın, 3-ü və 5-i gördüksə qeyd edirik. 3-ü və mənfi 5-i. Ədəd oxu üzərində 3-ü yazdıq, mənfi 5-i yazdıq. Tamam. Başqa bizim sonsuzluğu, məsələn, burası sonsuzluq nöqtəsidir deyə biləcəyimiz bir şey olmadığı üçün sadəcə 3-ü və mənfi 5-i qeyd edib misalı həll eləməyə keçirik. Misalı necə həll edirik? Mənfi sonsuzluqdan 3-ə qədər. 3 buradadır, ağlımdadır. Kvadrat mötərizədir və yaxud da parça deyirik. Onda dairəmin içi doludur. 3-ü qeyd elədim, 3-ü tapdım. İndi bir dənə qaldı, məndə mənfi sonsuzluğu qeyd eləmək. Onda necə qeyd edirəm? Gəlirəm ta sonsuzluğa qədər və salam nöqtələr qoyuram, yəni ardı var. Bu oldu mənim 3-dən, yəni mənfi sonsuzluqdan 3-ə qədər olan nöqtələr. İndi mənfi 5-dən müsbət sonsuzluğa qədər baxacağıq. Fərqli rəngdən istifadə edirəm. Mənfi 5-i tapdım, buradadır. Baxıram kvadrat mötərizədir, yəni parçadır, dolu dairə, yəni içi dolu. Götürdüm sonsuzluğa, müsbət sonsuzluğa qədər. Gəlirəm müsbət sonsuzluğa qədər. Bunu da qeyd elədim. Buraya yazıram müsbət sonsuzluq. Bu hissədə məndə olur mənfi sonsuzluq. Aha, burada heç bir problem yoxdur. Bəs birləşmə və kəsişmə deyəndə nə başa düşürəm? Birinci kəsişmə deyəcəm sizə, kəsişmə daha qısa olduğu üçün. Baxın, burada harda xətlər üst-üstə düşür? Harda necə deyim, belə yarpaq formasında xətlər əmələ gəlib? Bu hissədə gəlib də ki, həm 3-ə aid olanlar var, həm də ki, yəni 3-ə aid olan dediyim birinci interval, həm də ki, mənfi 5-ə aid olan ikinci interval var. Baxın, onlar bu aralıqdadır. Mənfi 5-lə 3 aralığındadır. Deməli, bu intervalların kəsişməsi mənfi 5-dən 3-ə qədərdir. Yazıldı. Mənfi 5-dən 3. Dairəyə baxırıq ki, hər ikisində içi doludur. Yəni, hər ikisində kvadrat mötərizə və yaxud da parça olacaq. Bunu belə də baxa bilərik. Və yaxud da baxıram, burada 3 parçadadır. Mənfi 5 də parçadadır. Gətirib bunun hər iki tərəfinə parça yazıram. Bunun kimi də eləyə bilərik. Kimə necə rahatsa eləyə bilər. Təbii ki də fərqli üsullardan da istifadə eləmək olar. Bu bizim kəsişməmizdir. Yəni, hər iki tərəf ştrixlərdən ibarət olmalıdır. Buna mən deyirəm kəsişmə. Bəs birləşmə nədir? Birləşmə başlanğıc nöqtə, son nöqtə kimi ağlınızda saxlaya bilərsiniz. Yəni, bizə verir, tutaq ki, ədəd oxu. Burada mənfi sonsuzluq, müsbət sonsuzluqdadır. İndi inşallah mən sizə bir nümunə göstərəcəm. Orada müəyyən bir ədədlər arasında olacaq. Harda başlayıb, harda qutarıbsa, o onun olur birləşməsi. Yəni, arada qalan bütün ədədləri, bütün ifadələri götürürük. Burada da ədədimiz, yəni intervalımız mənfi sonsuzluqda başlayıb, müsbət sonsuzluqda bitir. Deməli, bizim birləşməmiz mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər olacaqdır. İkinci nümunəni də bizi sonsuzluqlarla verib, gəlin mən sizə aşağıda başqa bir nümunə yazım. Tutaq ki, 2 dənə interval verir. Birinci intervalımız olsun mənfi 3-dən və yaxud da mənfi 2-dən götürək. 3 burada istifadə olunub 6-ya qədər. İkinci intervalımızda və ilə yazacağım. Məsələn, olsun 4-dən tutaq ki 8-ə qədər. Bunda parçana yazım. Bu intervalların birləşməsinin, kəsişməsini tapacağım. Birinci nə edirəm? Ədəd oxu çəkirəm. Mənim əlimdə hansı ədədlər var? Mənfi 2. Təxmini buradadır. Qeyd elədim.
və yaxud da 0-ı qeyd edib sağında solunda da yaza bilərsiniz. Sizə necə rahatdırsa. Mənim 0-ım təxmini buralara düşür. Yazdım bura 0. 0-a çox ehtiyac yoxdur. Sizin daha da ağlınıza qatar. Xəyal olaraq qeyd edə bilərsiniz ağlınızda. Sonra gəlirəm, əlimdə hansı rəqəmlər var? 4 var, 8 var, 6 var. Okey, 4-ü təxmini qeyd edirəm bura. 6-nı təxmini qeyd edirəm bura. 8-də təxmini qeyd edirəm bura. Və salam. Rəqəmlərimi ədəd oxu üzərində qeyd edim. İndi keçirəm aralıqları, yəni intervalları yazmağa. Deyir ki, -2-dən 6-ya. -2 intervaldadır, yumrudur. Möhtərsəm, deməli içi dolu olacaq. 6 isə parçadadır. Üzr istəyirəm, içi boş olacaq. 6 isə parçadadır, içi doludur. Okey, -2-dən 6-ya qədər. İştiraklayıram. Bunu qeyd elədim. Və salam, birinci intervalın işim bitdi. Keçirəm ikinci interval. İkinci intervalda nə deyir? 4-dən 8-ə qədər. Və baxıram ki, hər ikisi kvadrat möhtərsədir, parçadır. Deməli, hər iki dairəmin içi dolu olacaq. Bunu da qeyd elədim. 4-dən 8-ə qədər. Başqa nəsə qaldı mı? Qalmadı. İndi bir dənə bizdə qaldı. Birləşmə və kesişmə hissələrini yazmaq. Kesişmədən başlayıram daha rahat olduğu üçün. Kesişmə nə idi? Hər iki tərəfi iştiraklanmış olsun. Baxıram ki, ədəd oxu -2-dən 8-ə qədər. Yəni istifadə elədiyim hissə -2-dən 8-ə qədərdir də. -2-dən 8-ə qədər hansı aralıqda hər iki tərəfim iştiraklanıb? Baxın bir də hansı aralıqda hər iki tərəf iştiraklanıb? Düşünək. 4-6. 4-6 aralığını həm bu qara hissəsi, həm də qırmızı hissəsi deyim də sizə. Yəni hər iki interval 4-6 aralığında rəqəmlər alır. Deməli, mənim kesişməm nə olacaq? 4-6. Bunu qeyd elədim. Gəlirəm bura baxıram. 4 kvadrat möhtərizədir, 6 kvadrat möhtərizədir yazıram. Və yaxud da yenidən ora qayıtmaq sizə çaşdırırsa, baxıram dairələrimin hər ikisinin içi doludur və salam. Kesişməmi yazdım bura. Bəs birləşmə nədir? Birləşməni təxmini dedik ki, necə yadımızda saxlayırıq? Başlanğıc və son nöqtələr. Başlanğıcı nədir burada? Yəni, iki uc nöqtə deyim də sizə. -2 və 8. Gəlirəm bura baxıram, -2-nin möhtərizəsini, 8-in möhtərizəsini qoyuram. Ya da ki, baxıram burada içi boşdur. Deyirəm ki, boşdursa dairəvi möhtərizədir. Burada da 8-in içi doludur, kvadrat möhtərizədir. Və salam, bu mənim oldu kesişmə və birləşmə. Sadəcə sonsuzluq istifadə eləmədən rəqəmlər də bu şəkildə olur. Sonra burada var bizim nümunəmizdə kesişmənin olmadığı bir nümunə. Birləşmə demək olar ki, əksər zamanlarda olur. Yəni elə bir hal xatırlamıram ki, orada birləşməmiz olmaz. Amma kesişməmiz olmaya bilər. Hansı hallarda? Məsələn, bizə 2 dənə interval verib, mənfi sonsuzluqdan 2-yə. Bunu biraz tez-tez deyəcəm. İçi doludur. 2-dən getdiyi mənfi sonsuzluğa və yaxud da mənfi sonsuzluqdan gəlin 2-yə heç bir fərqi yoxdur. Sonra deyir 4-dən müsbət sonsuzluğa. Yenə içi doludur. 4-dən müsbət sonsuzluğa. Bunu qeyd elədik. Burada da yazıram müsbət sonsuzluq. Biz yenə kesişmənə və birləşməyə baxacaq. Kesişmədə nə demişdik? Demişdik ki, ədəd oxunu hər iki tərəfi iştiraklanmış olmalıdır. Belə yer eləsəz, yəni tutaq ki, birinci intervalı yuxarıda, ikinci intervalın aralığını aşağıda qeyd etsəz üçün daha rahat olacaq. Yoxsa hər ikisini eyni tərəfdə qeyd etsəz, biraz qarışıq ola bilər. Yenə də sizin qərarınızdır. Yəni necə rahatsa elə gedə bilərsiniz. Əsas öyrənməyinizdir və düzgün tətbiq eləməyinizdir. Baxırıq ki, burada hər iki tərəfə iştiraklanmış heç bir hissəmiz yoxdur. Boşluqdur. Demək, kesişməmiz nə olacaq? Boşluqdur. Kitabda da qeyd olunur. Birləşməmiz nədir? Demişdik ki, uc nöqtələri götürürük, düzdürmü? Başlanğıc və son nöqtə kimi. Amma başlanğıcdan sona qədər hər tərəf iştiraklanmaya baxın. Ortada bizim böyük bir boşluğumuz var. Böyük bir boşluq gördükdə biz onu mütləq şəkildə nəzərə almalıyıq. Baxın, birinci nümunəmizdə heç bir boşluğumuz yox idi. Mənfi sonsuzluqda başlayırdı, müsbət sonsuzluqda bitirdi. Və yaxud da mənim aşağıda qeyd elədiyim nümunədə heç bir boşluğum yox idi. Gayet də normal şəkildə mənfi 2-də başlayırdı, 8-də bitirdi. Amma burada elə deyil. Burada arada kiçik bir boşluğum var. Həmin kiçik boşluğu birləşmədə mütləq şəkildə bildirmək lazımdır. Bunu necə qeyd edirik? Bunu qeyd edirik bu şəkildə. Mənfi 2-dən, üzr istəyirəm, mənfi sonsuzluqdan 2-yə qədər birləşir, 4-dən müsbət sonsuzluğa qədər